Rəşad bəy, sizin sivinizdə bir boşluq var. Siz burada qeyd eləməmisiniz ki, siz 2012-ci ildən nə işlə məşğul olmuşsunuz? 2012-ci ildə mənim 7 yaşım var idi. 2-ci sinifə gedirdim. Hələ vurma cədvəlini öyrənirdim. Aha, okey. Deməli, sizin junior matematik təcrübəniz var. Təəssüf ki, bizə multitesting bacarığı olan lazımdır. Multitasking? Multitasking. Xanım, axı mən multitasking vakansiyası üçün yox, xanım. Mən kiçik marketoloq vakansiyası üçün gəlmişəm. 21 yaşım var, universiteti yeni bitirmişəm. Multitasking bu vakansiya deyil. Bu, bir neçə işi eyni zamanda icra eləyə bilən insana deyirlər. Multitasking, yəni bacarıqdır bu. Çox təəssüf ki, siz bunu bacarmayacaqsınız. Mən? Əslində Rəşid bəy. Rəşad. Sorry, üzr istəyirəm Rəşad bəy. Əslində bizim şirkətimizin tələbləri o qədər də çox deyil. Bizə lazımdır ki, 21 yaşlı bir gənc, enerji dolu bir gənc olsun işçimiz, 20 il iş stajı olsun və 5 xarici dil bilsin. O dillərdən biri hansı bir unudulmuş öyle dil olsun. Bu Latin dili də ola bilər. Məsələn, Gracias plena, bilmirsiniz də. Və maaş əvəzi də şirkətimizin uğurları ilə qidalanan bir işçi lazımdır bizə. Xanım, 21 yaşda 20 il staj. Mən gərək ana bəhdindəykən reklam kampaniyası planlaşdıraydım. Belə olmalıdır. Zaza var. Bəli, gəlin. Keçin, işləyin, rahat işləyin. Yeri gəlmişkən bu bizim hibrit modelimizdir. Yəni sizdə hibrit iş modeli mövcuddur, evdən də işləmək olar? Üzr istəyirəm. Hibrit model yəni iki peşə, bir maaş deməkdir. Məsələn, gördüyünüz bu bəy əslində bizə marketoloq işləyir. Eyni zamanda da nahar fasiləsində gəlib ofisimizin şüşələrini təmizləyir. Bir də göz ki, harası toz soğranlayır, qabları yuyur falan. Yəni iki peşə, bir maaş. Əslində maaş da deməyək, həvəsləndirici paket deyək buna. Həftə sonları bizim şirkətin çox adlı bir kofe kombayını var. Bütün işçilər o kofe kombaynından limitsiz istifadə edə bilərlər. Xanım, bəs mən necə dolanacam? Ev pulu, yemək... Əzizim, siz hələ gəncsiniz. Bugün hansı qapını döysəz, hər yerdə sizdən təcrübə istəyəcəklər, iş təcrübəsi istəyəcəklər. Biz şirkət olaraq bir ailəyik. Məsələn, atanız sizdən pul istəyir. Atam istəmir, amma ev sahibi istəyir. Biz belə elə bilərik. Ev gəlsin də bizim şirkətimizin ailəsinə qataq. Hər ayın sonu ona təşəkkürnamə göndərərik və bizim şirkətimizin logosu olan köynəklərdən göndərə bilərik mütəmmədi olaraq. Yaxşı, tutaq ki, razıyam. İş qrafiki necə olacaq? 9-dan 6-ya. Əzizim, siz adlı sanlı bir şirkətə gəlmişsiniz. Səhər gözlüyü açandan gecə gözlüyü bağlayana qədər işləyirsən. Hətta gecə yuxuda belə yeni sloqanlar düşünürsən. Gəlirsə səhər bunu deyirsən bizə. Bilsəm ki, bilsəm ki, hansısa bir işçi, hansısa bir kadrımız gecə yuxusunda şirkətimizi görməyib, dərhal o bizim şirkətdən uzaqlaşır. Bilirsiniz nə var? Mən gedirəm. Hara? Gedirəm zaman maşını çəldim. Keçmişə qayıdıb, orada uşaq bağçasında olan qrup yoldaşlarımla holding quracam. Heç olmasa 21 yaşında 20 il stajım olar. Çox gözəl. Yolunuz açıq olsun. Alo, müdür. Bəli, gənc oğlan gəlmişdi. Baxdım, çox təəssüf ki, bizim şirkətə layiq işçi deyil. Necə, niyə? Müdür, təsəvvür edirsiniz, bu insanın artıq 21 yaşı var. 21 yaşında bir insan cəmi bir yerdə işləyib yarım il, 6 ay. Staj, bəli. Heç nə, vakansiyamız hələ var, axtarışlara davam edirik.
Ay qonşu, ay Səbinə bacı, necəsən? Ay olmaz. Ay olmaz, xoş gördük. Necəsən? Səni göydə axtarırdım, yerdə tapdım. Nə yaxşı gördüm səni. Xeyr ola, xeyr ola. Ay qız, oğlumu evləndirmək istəyirəm. Dedim səndən soruşum görmə. Bu yuxarıda sizdə 5-ci mərtəbədə bir dənə subay qız var deyirlər. Valihin qızını deyirsən. Mən bilmirəm ki, kimin qızıdır. Dedim səndən bir soruşum, özün bilirsən də. Yaxşı bax qız qəhətdə ağız. Sən indi onu evə gəlin aparmaq istəyirsən. Az yaman gündədir. Nə danışırsan? Özüm ölüm. Qıza söz deyirsən, elə bil daşa divara deyirsən. Qız havalı deyir, bir fikri göydədir. Xəbərin var, əl qabiliyyəti də sıfır. Elədirsə, yox, uzaq olsun məndən. Yox, maşallah, mənim oğlum enli kürək, boylu buxunlu Bəs oğlandır. tanıyıram da, bilirəm də. Maşallah, maşallah. Laydı var. Yerə çırpsan, yer dağılar. Maşallah. Hə, maşallah, Allah pis gözdən saxlasın. Bax, sonra demə ki, Səbinədən soruşdum, mənə heç nə demədi. Eşit, amma amanın günüdür. Mənim deməyimi heç kimi demə ya. Yaxşı, narahat olma. Sən Allah, bir soraqlaş, maraqlan, gör bir halal süd əmmiş qız varsa, mənə xəbər eləyərsən Az mənim gözüm istə. Təki sən məndən qız soruş. Yaxşı. Get, yoldan saxlamayım səni. Sağ ol. Get, yaxşı yox. Evə çağırardım, sənin tası gidək. Getdi də. Solmaz. Vaxtı yıxılıcıydım. Ay Solmaz. Hayır baba. Xeyr ola. Ne vaxtı mən səni görmürəm. Xoş gördük Hayır, hayır. ne işin vardı söhbətin? Keç otur. Gel otur. Dedim hələ bu stulları götürün. Bax yağış yağacaq. Ondan sonra gəl də. Otur. Vaxtı gedirdim, qız gilə gedirdim bir tane. Deyir nəvə biraz xəstələnir. Necəsə, neyinirsə. Xeyr ola. Elə mən də səni görmək istəyirdim. Deyirəm ki, Vüqarı evləndirmək istəyirəm. Bir qız Necə axtarıram. Sizin bu 5-ci mərtəbədə bir dənə qız var deyə. Valihin qızı. Hə, necə? Əla. Bilirsən necə qızdır, cancandır da, can. Allah. Ağıllı, kamallı. Belə necə deyim sənə, belə qoy çörəyin arasına yeginən. Bax belə qızdır, tərbiyəli, oxumuş qızdır ha. Bilmirəm, sənət məktəbini qutarıb ya texnikumu qutarıb. Amma bilirəm ki, oxuyub. Deyirlər ki, Ne deyirdilər? hə, heç Ne nə deyirdi? Sağ ol, deyirlər, nə deyirdi? O əlindən, üfüfə qolundan deyirdi. heç nə gəlmir. O niştatlı baştalyon deyirdi. Öl. Öy yıxmaqsa o qədər öy yıxdın, gələ öydə qaldın elə. Az yalan deyir, yalan deyir. Qız bilirsən nədir? Sənə deyirəm də evlər bəzəyi. Evlər heç bu həyəti, bəlkə burada bir 90 dənə qız var, heç biri onun atlan dırnağına değməz. Hayır baba, elə tərifləyirsən ki, görməmiş qız almaq istəyirəm. Sənə deyirəm ki, əməlli başlı gül kimi qızdırsa, evin bəzəyi olacaq. Sənə nə lazımdır? Sən özün də axı maşallah əsl belə xanımsan, qatınsan, Allaha çox şükürlər olsun. Qız kimdir? Ay Allah, gəldi qız sözün üstünə çıxdı. Baba hala. Ay can. Mama dedi ki bu tatlıydı. Nə? Boşluq etdi. Hə, sənə qurban, Dedi, canə qurban. qatadan qaytarım. Pişirərəm yerə, sabah yenə qalıb pişirərsən. Nə deyir? Mən boş pişirmişdim, bir qazan dolara göndərdim, o deyir. Deyir, tatlıydı, deyir, şeydir. Bayramın da mübarək, bayramın da mübarək, sənə qurban. Hansı bayram? Nə bayramdır Biz hər ki? gün bayramda. Qızı o qədər çox istəyirəm. Qəşəng istəməli qızı, qəşəng qızdır da. Gözlərinə bax, ceyran gözümdür mənim, ceyran gözüm. Allah. Utancaqdır, Allah arıza saxlasın. vaxtıdır. Xalası, ha. Yaxşı anam, apar qoy günə bizə onu. Mən də gedirəm, şəxla gilə geyəcəm, axşam Sağ görüşürəm. ol baba. Sən can, xoşuna gəldi. Çox tatlıydı. Əri, Allah yaxşı. Oldu. Sağ ol, yaxşı anam, get. Elə bil ki, biraz arıqdır. Arıqdır, kökətdir. Sən də qərib Boyu adamsan. da balacadır. Boyu balacadır, oğlundan balaca deyil ki. Deyir, gəlin olmaz, düşdüyü yer gəlin olar. Vallahi indi yenə də özün bilginən bala, əgər sənə gəlin lazımdırsa, sabahları nəvələr və ana lazımdırsa, sən gəlinin namuslu, ev qızı, ev gəlini, nəvələrin anası olacaq. Əgər sən deyirsənsə, nə Mən deyim, deyirəm, valla. bəli. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Mən belə fikirləşirəm, mən belə gördüm. Düz deyirsən, Vallahi, babam. Yaxşı deyibləri, qonşun qonşu olsa, kör qızın ərə gedər. Düzdür. Qonşu olsa, kör qız tərə gedər.
Qardaş, salam əleykum. Əleykümə salam. Qardaş, mənə bilirsiniz necə bir şey lazımdır? Salamatlıq da, qardaş. Şükür. Hə, yaxşı oldu. Mənə bilirsiniz necə bir şey lazımdır? Yəni, tək gözəllik mənası olmasın da, onun nəsə bir başqa bir anlayışı da olsun, başqa bir anlamı da olsun. Bilmirəm, izah edə bilirəm yoxsa yox. Elə bir şey mümkündür. Ay. Başa düşdünüz, hə, nə deyirəm? Qanan adama can qurban. Necə də romantik. Hər işin öz peşində. Necə romantik insansınız. Siz düz ünvanına gəlmisiniz. Məkana gəlmisiniz. Elə bil sözlərinizlə düz konuma gəlmisiniz. Konmusunuz bizim konuma. Elə güllər bizdədir. Ətirli, rəngbərək, möcüzəvi güllər. Bax, elə başlayaq bu ağ güllərdən. Ağ gül, saflıq, təmizliyin mənasını daşıyan hər bir çiçəyin ləçəyindən arılar ora vız, buradan balıdız. Bax, bu gül o güldür. Bu ağ gülü verirsiniz sevdiyinizə hədiyyə. Deyirsən ki, sən təmizsən, paksan, safsan. Yağışın damlasından süzülüb tık 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 gələn o təmiz pak su. Mən isə suyu qurumuş səhra. Yox, əgər bunu bəyənmirsinizsə, gəlin sizə hər çeşiddə, hər rəngdə olan güllərimizdən bu göy gülü təklif edeyim. Bu göy gül, hətta onun bir musiqisi də var, mahnısı da var. Göy gül. Göy göl olar, qardaşım, mahnıda göy göl deyir. Üzr istəyirəm, göy gül idi o. Bax, bu göy gülü götürürsünüz əlinizə. Sevdiyinizin baxırsınız gözünə, qaşına, gülləri bir-bir düzürsünüz onun başına. Yox, əgər bunu da bəyənmirsinizsə, bizim bu gözəl qızıl güllərimiz. Bu qızıl gül nə güldür? Bunun içində od var, alov var. Bunu sevdiyinizə hədiyyə verirsiniz, gözlərinizdən alov çıxır, qığılcım çıxır, göydən şimşək sizi vurub kül eləyir. Ay qardaş, bir dəqiqə dayan da, gül kimi işim var. Nə əl qatmısan özünə? Mənə bilsən nə lazımdır? Girim evə, üzr istəyirəm, həyat yoldaşıma deyim ki, ay qız, at o telefonu bir qırağa, dur yer yığış şələginə, ev iç günündədir, qonaq gələcək. Amma bunu elə deməliyəm ki, onun acını gəlməsin. Hə, bax buyur. İki saat əli batmışam özümü. Sənə başa düşdüm, yavrum. Bəli. Hazır. Bu nədir ay qardaş? Süpürgənin yanına gülünüş qoyursan. Həm xətrinə dəyməsin, həm də evi süpürəndə gül kimi süpürsün də. Buyur. Ayağınıza dəyib eləyəndə tüpürüb eləməyin, ha, eləməyin, onlardan deyil. Əladır. Oğlum necəsən? Çox sağ ol, hər şey qaydasındadır. Lap yaxşı. Lap yaxşı. İstəyirəm səninlə biraz söhbət edeyim. Mən sənə bu sözləri heç vaxt deməmişəm. Deməli, qismət bugün imiş. Ha, buyur ata, buyur, qulaq asıram. Deməli, biz varlıyıq. Əslində, desəm, milyonerik. Bizim şəhərin mərkəzində 3 dənə gözəl təmir olunmuş evimiz var. 2 bağımız var. O da gözəl təmir olunmuş. Doğru ata. Və necə yəni, niyə neçə vaxt bunları mənə demirsən? Və başqa nəyimiz var? Əyləş deyim. Başqa, mənim 2 şirkətim var. Hansı ki, 300 nəfərdən çox işçisi var. Hayda. Xaricdə
Orada da şirketim var. Orada çoklu sayıda maşınlarımız var. Ağlına getirə bilmədiyin qədər. Ata, doğrudan deyirsən, zarafat əmirsən ki. Əlbəttə zarafat edirəm ha. Girirəm evə. Görürəm işıqlar yanır. Televizor yanır. Kondisioner işləyir. Kombi yanır, qapı da açıq. Ha, bu ışıqları söndür də. Gül kimi gül ışığı var da. Bu qapını niyə qoymursan açıq? Evin istiləri çıxır bayra. Kondisioner niyə işləsin ki? Buna bax ikiden bir. Mənə üz eləyir. Dur söndür bunları. Tez. Evimiz var, bağımız var, maşın var, ha var. Dökülmüş də elə. Varlıyıq. Sən də əsməyi vaxt tapdın. 5 dəqiqə oturmuşam burada. Əs toz torpaq eləyir. Ana daş demir. Hə, nədir? Xəbərim var. Nədən? Ana bizim binanın qabağına təzə asfalt çəkiblər. Belə güzgü kimi. Qabaq biabırçılıq idi da. Bir təcili yardım maşını həyata girə bilmirdi. Bir qohum əqraba gələ bilmirdi. Bunu eşidəndən o qədər sevinmişəm ki, Bəs də. Nədir? Yenə nədən narazısan, Hələ neynirəm mən asfaltı, hə? Çala-çuxur, əla idi çala-çuxur olmağı. İndi asfalt çəkiblər, gündə burada avtoşluq eləyəcəklər. Avtoşluq eləyəcəklər? Onda da cərimə olunacaqlar. Yaxşı yadıma düşdü. Nə? Xəbərim var. Nədən? Ada bizim binanın bütün su borularını yerli dibli dəyişirlər. Bundan sonra bizim binada su kəsilməyəcək. Uf! Yenə nə oldu? Hələ neynirəm mən su borularını dəyişməyi? Ondan sonra parkı düzəldəydilər də. Ada yer gedər, ha? Səndən sevinən olmaz. Buna bax, buna bax. Park. Parkı da düzəldəndən sonra deyəcək ki, bundansa hər gün evə bir şiş kabab göndərəydilər də. Daş demirəm, gün çıxıb. Anam dedi ki, həyətdə biraz oyna. Gün çıxıb, böyük olub. Deyirəm, indi kölgələməyə yer hardan tapım mən, hə? Hər yer gündür. Ondan sonra yağışaq idi, sən də oturardın evdə. Cırdatma onu, başı ağrıyır, hə? Gün çıxıb, böyük olub. Vay, bu da xarab olmağa vaxt tapdı da. İndi mən ustanı hardan tapım, hə? Vay, neylisin, ha? Daş demir. Hə? Bütün gece gözüme yuxu girməyib. Niyə? Axır qərara gəldim, sözümü sənə deyim. De, işim var. Mən? Hə? Səni? Hə? Sevirəm. Nə? Hə, nə? Nədir? Hə? Başı niyə buluyorsan? Of! Mən bu sözü kimə desəydim, quş kimi qanad açıb uçardı. Mənim qanatlarım yoxdur, uça bilmirəm. Var, neynirəm sən sevgili, hə? Hər bayramda sənə hədiyyə almalıyam, hə? Maaşımı son qəpiylə sən evə gətirməliyəm. Lazım deyil mənə. Ged ondan sonra yemək pişirməyi öyrən. Klinika buradadır, başı da həkimə göstərərsən. Keç ayına görün. Sonra deyim, mən səni sevirəm. Sevmək vaxtı deyil. Sən nə qarıldıysan, nə görürsən ki, işin var burada. Sən yerdə bir bülbül olaydı, cəhcəh vuraydı. Qa, elə qa, hə. Belə yaxşı. Salam, hörmətli tamaşaçılar və əziz bizi izləyən xanımlar, daha çox xanımlar bizi izləyir. Bugün bizim efirimizin qonağı mənim çox sevdiyim baş aşpaz Murad bəydir. Murad bəy, sizi salamlayırıq, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Bugün Murad bəy bizə çox fərqli və gözəl bir reseptlə gəlib. Murad bəy, bugün bizə nə pişirəcəksiniz? Çox sağ olun Leyla xanım. Mən də tamaşaçıları salamlayıram. Bura əla bir reseptlə gəlmişəm. Heç şübhəm yoxdur, aha. Bugün mən sizə portağallı, bəli, portağallı Pekin sayağı bir ördək hazırlayacağım.
Üzr istəyirəm, nə bişirəcəksiniz? Portakallı ördək. Murad bəy, ördəyin qiymətinə xəbəriniz var. Zəhmət olmasa biraz onu dəyişdirin. Hörmətli tamaşaçılar, Murad bəy dedi ki, bir balaca səhvlik olub. Ona görə indi reseptini sizə deyəcək, qeyd eləyin. Buyurun. Doğrudur, ben biraz karıştırdım. Ördək demək istəmirdim. Bugün mən sizə steak hazırlayacağım. Əti biraz sulu, biraz belə... Ay Murad bəy, sizə deyirəm ki, insanlar ət ala bilmir. Ətlə bağlı menyuda heç bir şey olmasın. Zəhmət olmasa daha başqa bir şey, əl çatan bir şey, tamaşaçılarımız da bişirə biləcəyi bir şey olsun. Bəli, buyurun. Leyla xanım, mən nə bişirməyə... Bilmirəm, biraz fikirləşin. Nə fikirləşməliyim? Biraz da fikirləşin, tapacaqsınız. Aha, tapdım. Bəli, Tapdım. Ətsiz. Ətsiz, Bəli, əla, ətsiz olacaq. ömrümüz uzanacaq, bəli. Mən tərəvəzlə gözəl bir şey hazırlayacağım. Tərəvəz bizim xanımlarımızın çox sevdiyi yeyəcək. Biz həm çəki almarıq, fit qalarıq, həm də ki, dadlı təyamlar yeyərik. Bəli, buyurun, resepti gözləyirik. Avokado salatı. Murad bəy, siz deyəsiniz mənə ələ salmısınız. Avokadonun kilosuna xəbəriniz var, 32 manatdır. Murad bəy, zəhmət olmasa, nəsə bişirək artıq. Nəsə bişirək, avokado, ət olmasın. Aha, Dolma. ət var. Çığırtma. Toyuq bahadır. Göy kitabı. Göy kitabı ola bilərdi, amma qaz 3-cü tariflə yazır. Ona görə mümkündür, heç cür mümkündür. Bəli, aha, az qalıb yaxınlaşırıq. Mən Leyla xanım, nə bişirməyəsiniz, dəhşətsiz. Mən sizin reseptinizə baxmışam. Göy kitabında məsələn göyərti çox gözəldir. O ilə bağlı nəsə bir şey fikirləşmək olar. Bəli. Bizim günümüzə bax da. Ət almaq olmur, hə? Bəli. Toyuq, qaz, ət satan deyil, hə? Bəli, çox təəssüf ki. Tapdım. Bəli, tapdıq, nəhayət. Pomidor, Aha. yumurta, cığırtması. Pomidora çıxar, pomidor olmaz. Pomidor olmaz, pomidor bahadır. O da fəcə özüm ala bilmədim. Yumurta əladır. Aha, yumurta, bəli. Yumurta qızarmışı. Yağ da yoxdur. Onu bugün bir dənə də fikrinizi bir dənə tamamlayın, yekunlaşdıraq, pişirək yiyək. Hörmətli tamaşaçılar. Bəli. Əgər bugün sizin evinizdə yumurta varsa, Var. qazınız gəlirsə, Gəlir. biz bugün yumurta qaynanmışı pişirəcəyik. Çox gözəl, məncə çox ideal bir seçimdir. Bugün də belə yola verdik. Yumurtaları götürün, əziz tamaşaçılar, gedirik qaynatmağa.